Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. El-emrul xamis el-hakikatu vel-mecaz. Biz keçən bəstə işarə etdik ki, üsul elmində bu mucəz kitabında əsli bəhsə başlamamışdan qabaq bir neçə əmri müqəddimətən işarə edir. O əmrlərdən biri də həqiqət və məcazdır. İstemal yel həqiqidir ya məcazidir. Əgər biz ləfsi vəz olunduğu mənada istifadə edəriksə, istemal edəriksə, bu istimalı həqiqidir. Məsələn, insan əsəd ləfsin istemal edir və onun həqiqətində həqiqi mənasını iradə edir, heyvanı müftərəsi iradə edir. Bu olur istimalı həqiqi. Bəzən də istimalı məcazidir. İstimalı məcazi budur ki, ləfsi fi qeyri mavuziyə ləhdə istimal olunsun. Yəni, ləfs vəz olunub heyvan üçün, əsəd ləfsi məsələn. İnsan onu rəcülü şücada istimal eləsin. Bu istimalı məcazidir. Əlbəttə, istimalı məcazinin səhih olmaq üçün dedik ki, mövzu, ləhvün və müstəməlin fih mənası arasında bir əlaqə olsun. O əlaqələr ki, bəlağət elmində onlara işarə olunub, onlardan biri olsun. Bu əlaqə olması istimal eləmək səhih deyil. Bu əlaqə bəzən müşabihət olur, yəni həqiqi məna ilə məcazi məna arasında müşabihət olur, oxşarlıq olur. Bu surətdə terminoloji baxımdan buna istiarə deyirlər. Məsələn, rəcülü şuca şücaət baxımından əsədə oxşayır, şirə oxşayır. Bu baxımdan biz şir ləfsin, əsəd ləfsin gətirir, istimal edirik nədə? Rəcülü şücada. Bu istimalı məcazidir, çünki əlaqə də var. Əgər həqiqi məna ilə məcazi məna arasında, yəni istimal olunan məna arasında heç bir əlaqə olmasa, bu istimal ümumiyyətlə qələtdir. Məsələn, əsəd ləfsin insan gətirib sərçədə istimal edərsə, bu istimal qələtdir. Çünki əsəd ləfsi sirçə üçün ümumiyyətlə vəz olunmayıb, bu əvvələn və saniyən heç bir əlaqə də yoxdur. Əgər vəz olunsaydı, istimal həqiqi olardı. Əgər vəz olunmayıb, arada əlaqə olsaydı, istimal məcazi olardı. Amma vəz edə olunmayıb, məcazi ilə həqiqi məna arasında heç bir əlaqə də yoxdur. Bu surətdə istimal qələtdir və iştibahdır və səhvdir. Bu məşhur nəzərə əsasən tərif etdi ki, keçən bəhsin təkrarı idi. Bugünkü bəhsdə buyururlar ki, tərifi məşhur, bir bura qədər ki, biz məşhurun tərifi əsasında qabağa getdik. Demək olar ki, əksər müctəhidlərin nəzəri budur. Amma burada başqa bir nəzər də vardır ki, Ağay Subhanı buyururlar ki, bu mənim təhqiqimə uyğun olan bir nəzərdir və ustadımız Seyyid İmam Xümeyni rəhmətullah təala əleyh də bu nəzəri qəbul edib məcaz barəsində. Biz məcazı necə tərif etdik və məşhurun nəzərində necə bəyan etdik? Belə oldu ki, ləfsin bir həqiqi mənası var ki, onda istimal olunmalıdır. O istimalda olur həqiqi. Bəzən bu ləfsi biz qeyri-mavuziə ləhdə istimal edirik. Əgər əlaqə olarsa, bu olur istimalı məcazi. Yəni, biz ləfsi istimal edirik fi qeyri-mavuziə ləhdə bi xatir yek musəvviq və mücəvviz. Əlaqəsi olduğuna görə. Əlaqə kullücüz ola bilər, əlaqə səbəb-ü müsəbbəb ola bilər, əlaqə məsələn, itlaqul cüz iradətül kul ya bərəks, bunlar hamısı məşhurun nəzərinə əsasən məcazi idi. İstimalı məcazi idi. Amma Ağay Subhanı buyururlar ki, bəzən məşhurun başqa bir mənası da vardır ki, mütəəxxirindən bir çoxları bu nəzəri intixab edirlər. O da budur ki, ləfsi biz məcazən istimal edəndə də yenə də onun həqiqi mənasında istimal edirik. Yəni, ümumiyyətlə məcazda mütəəxxirin və bu
bəzi üləmanın Subhani nəzərinə əsasən biz əgər ləfzi fi qeyri mavuzə ləhdə istemal ediriksə, yenə də onun həqiqi mənasıdır. Lakin diqqət edək, bu ləfzin iki dənə mövzuləhi vardır. Biri həqiqətən, biri iddiaən. Məsələn, bu nəzərə əsasən fərz olunur ki, əsəd ləfzinin iki mistaqı vardır. Bir mistaqı həqiqi mistaqıdır, həmin heyvanı müftərəs, şiiri dərrəndə. İkincisi mistaqı rəcül şücadır. Bəs əgər ləfzi əsədi biz rəcül şücada da istemal edirik, öz mənasında istemal edirik. Çünki mistaqı bu nəzərə əsasən əsəd ləfzinin mövzuləhinin mistaqı iki dənədir. Biri heyvanı müftərəsdir, biri nədir? Rəcül şücadır. Lakin rəcül şüca əsəd ləfzinin mənasıdır iddiaən. Yəni vazi gərçi əsəd ləfzini vəz eləyib heyvanı müftərəsə, lakin istemal məqamında istemal edən şəxs iddia edir ki, əsəd ləfzi heyvanı müftərəsdən əlavə rəcül şücaədə vəz olunub, lakin iddiaən. Bəs həqiqətdə fərz eləyir əsədin iki mistaqı var. Bir mistaqı ki, əsli mistaqdır, həqiqi mistaqıdır, heyvanı müftərəsdir. Bir mistaqında iddia edir ki, bu onun mistaqıdır. Həqiqətən elə deyil. O da olur rəcülü şuca. Bəs hər halda istemal məcazidə də ləfz öz mövzuləhində istemal olunur, lakin iddiaən. Sanki heyvanı müftərəsin rəcül şücanı sanki heyvanı müftərəs mənziləsində qərar verir və əsəd ləfzin onu da istemal edir. Bunu da oxuyaq. Keçən bəhsin ilə davamı idi və bəzi şeylərdə təkrar oldu. Buyurur ki, Həzə huvə təriful məşhur lil məcaz. Bu məşhurun tərifi idi məcaz üçün. Və huna nəzərun axəru muvafiqun lit-təhqiq. Burada başqa bir nəzər də vardı. Təhqiqə uyğundur, yəni mənim nəzərimə uyğundur. Və hasiluhu, hasili bundan ibarətdir. Səvaun əkana istimaluhu həqiqiyyən əv məcaziyyən. Diqqət edək. Buyurur ki, ləfz, məsələn, əsəd ləfz. İstəyir istimalı həqiqi olsun, heyvanı müftərəs kimi. Ya məcazi olsun, rəcülü şuca kimi. Fərq eləmir. Ləfz istimalı istəyir həqiqi olsun, ya məcazi olsun. Yustu'məlu fīmā vuzi'ələh. Diqqət edək. Ləfz həqiqə məcazidə istimal olunsa da belə, hər iki surətdə istimal olunur fīmā vuzi'ələh. Yəni, o şeydə istemal olunub ki, onun üçün vəz olunub. Məcazi istemaldadır. Qeyrə ənnəl ləfsə fil əvvəli. Lakin fərqi bundadır. Qeyrəzin ki, lakin fərqi bundadır ki, ləfz əvvəldə, yəni istemal-i həqiqidə, müstəməlun fil mövzu'iləh. Öz mövzu'iləhində istemal olunub. Min duni əyyi iddiain. Heç bir iddia olunmadan, həqiqətən əsəd ləfzi vəz olunub. Heyvanı müftərəsə istemal olub həqiqi mənasında heç bir iddia olunmadan. Min duni əyyi iddiain və münasibətin bə'dahu. Yəni orada həqiqi mənada istemal eləməndə heç münasibətə ehtiyac yoxdur. Amma diqqət edək ikinci mühümdür. Və fissani istemal məcazidə müstəməlun fil mövzu'ilə. Diqqət edək. Burada da mövzuləhdə istemal olunub. Amma liğayəti iddiain. Bixatiri hədəfi iddia. Nəyi iddia edir? İddia edir ki, ennəl muridə min məsadiqil mövzu'ilə. Biz istemal elədiyimiz murid də həmin mövzuləhin mistaqlarından biridir. Lakin iddiaən. Yəni, istemal eləyən şəxs deyir ki, məcazi mənada da mən istemal edəndə həmin mövzuləhdə istemal eləmişəm. Yəni, rəcülü şücada istemal edəndə də həmin əsəd ləfzin öz mövzuləhində istemal eləmişəm. Yəni, rəcülü şücanı mən təsəvvür eləmişəm nə kimi? Həmin heyvanı müftərəs kimi. Lakin heyvanı müftərəs onun həqiqi mistaqıdır. Rəcülü şüca onun məcazi mistaqıdır.
Kəma fi qovlu şair, şairin qolundan da bir şahid gətirir. Buyurur ki, şair belə deyib: Ləda əsədin şakis silahi muqazzəfin ləhu libədun ya ləbədun əsfaruhu ləm tuqalləbu. Diqqət edin, bəhs burada əsəd kəlməsindədir. Bu ki, mənim yanımda elə bir şir vardır ki, möhkəm həmlə eləyəndir. Cənglərdə elə bil ki, qılıncını çəkib, silahını çəkib həmlə eləyəndir. Ləhu ləbədun, onun necə deyərlər, ləbədi var, tükləri vardır. Əzfaruhu, onun dırnaqları ləm tuqəlləbu. O şəxs ki, silah götürür, cəngdə, müharibədə həmlə edir. Bu kimdir? Həmin rəcül şücadır. Lakin onu bənzədib şirə həqiqi mənada, hətta onun üçün şir kimi bir şir tükün ona nisbətini verib və dırnaqlarının qələm olmamağına da ona nisbət verib. Bəs burada əsəd ləfzi öz həqiqi mənasında istemal olunub. Üzr istəyirəm, əsəd ləfzi həmin heyvanı müftərəsdə istifadə olunub. Lakin heyvanı müftərəs əsəd ləfzi heyvanı müftərəsə vəz olunsa da, onun bir fərdi də rəcül şücadır ki, bu şeirdə şair rəcül şücadı əsəd ləfzini istimal eləmişdir. Buyurur ki, fəstu'milə ləfzul əsəd həsəbəl vicdan. Diqqət edək, vicdan da bunu təqazı edir ki, əsəd ləfzi istimal olunub fi nəfsil mənəl həqiqi. Həqiqi mənanın özündədir. Yəni, burada əsəd ləfzini biz istimal eləmişik həqiqi mənada. Həqiqi mənası nədir? Həmin heyvanı müftərəs. Lakin iddiain. Lakin iddia ilə. Yəni necə? Yəni biz iddia edir ki, bir nəfər ki, cəngdə, müharibədə həmlə edir, qorxmur, silahını çəkib düşmənlərin müqabilində dayanır. Bu həqiqətən şirdir. Lakin bu şirdir bi iddiain. Fəstu'milə ləfsul əsədə həsəbəl vicdan fi nəfsil mənəl həqiqi. Lakin bi iddiain ki, iddia olunur ennəl muridə, yəni rəcülü şüca, min məsadiqihi, o həqiqi mənanın müstəqlarındandır və əfradi, həqiqi mənanın fərqlərindəndir. Hətta əsbətə ləhu asarəl əsəd, hətta onun üçün bu şeirdə şair əsədin əsərlərini də isbat eləmişdir. Minəl-ləvdi vəl-əzfari, ya minəl-ləbədi vəl-əzfari, ondan nisbət vermişdir bədəndə tük olmağı və dırnaqları. Bu ağayı Subhanın nəzəri buyurur ki, və hâzə huvə xiyərətü ustazinə seyyidil imamil Xümeyni rəhmətullahi teala. Buyurur ki, bu nəzəriyyə mənim ustadım olan İmam Xümeyndə nəzəriyyəsidir. Hasil nədən ibarətdir? Xülasə. Vəl-hasil ənəhu ləv kanə bədə istimalil ləfsi fil mənəl mavzu'lə. Ləv kanə təfhimuhu vəl-gayə min vəra'il kəlam fəl-istimalı həqiqiyyün. Buyurur ki, həqiqətən əgər ola ləfzi öz mövzulərində istimal etdikdən sonra, əgər ola, nə ola? Ləvqanə təfhimuhu vəl-gayə min vəra'il kəlam. Həqiqətən həmin mövzulərin mənasını istəyirik biz başa salaq. Kəlamın arxasından, yəni kəlamı demək vasitəsilə hədəfimiz həmin kəlamın mənasını başa salmaqdır. Bu surətdə fəl-istimalı həqiqiyyən. Amma və inkana müqəddimətən və mir'atan li təf'imi fərdin iddiaiyyin. Əgər bu istimalı arxasında, bu istimal mövzuləhdə istimaldan məqsəd müqəddimədir və mir'atdır, fərdi iddianı başa salmaq üçün və ləbbil qərinə fəl-istimal məcaziyyun. Bu keçən bəhsin davamı idi ki, dedik ki, bir müqəddimədə Ağay Subhanı buyurur ki, istimal ya həqiqidir, ya məcazidir. İstimal həqiqi və məcazinin bir məşhur əsasında tərif etdik. Bugünkü dərsimizdə də məşhurun xilafını olaraq məcazı başqa formada tərif etdir. Əl-əmrü sadisi əlaimul həqiqə vəl-məcaz. 6-cı əmrdə ki, istəyir burada bəhs eləsin, həqiqət və məcazın əlamətləridir. Bu bəhsə diqqət edək. Əvvəl biz üçün məlumdur ki, hər bir ləfzin özünə məxsus mənası var. O mənanın özündə istimal olunanda həqiqi, fi qeyri mavuziyə ləh olanda olur məcazi və məcazinin də özünə məxsus tərifləri oldu ki, 2 dənə tərifə işarə etdik. Məşhurun nəzəri və
İmam Xomeynin nəzərçi və Subhanədə həmin İmam Xomeyni rəhmətullah təala əleyhin nəzərən intikhab elədi. 6-cı əmrdə bəhs eləmək istəyir ki, bir dəfə biz bilirik ki, müstəmil, mütəkəllim ləfzi öz həqiqi mənasında istemal edir. Bilirəm, məsələn, əsəd ləfzini dedi və həmin heyvanı muftərəsi, o vəhşi heyvanı iradə elədi. Burada əlamət-i həqiqət və məcazın bəhsi yoxdur. Mən 100% bilirəm ki, mütəkəllim əsədi deyəndə o mənanı iradə elədi. Meşəyə getmişdi, ova getmişdi. Qayıdandan sonra dedi ki, rəaytu əsədən. Mən əsəd gördüm, şir gördüm. Məlum, məsələn, bir nəfər ki, bu sözü deyir, özü də meşəyə gedib, heç bir qərinə də qoymayıb məcaz üçün, məlum olur ki, məqsədi həmin həqiqi mənadır. Bəzən də qərinə vasitəsilə mütəkəllim məcazi mənanı iradə edir və biz də bunu bilirik. Məsələn, mütəkəllim buyurur ki, rəaytu əsədən fil həmmami yəğtəsilu. Adətən bu misalı vururlar. Mən gördüm bir əsədi hammamda qusl edirdi. Dəstəmaz alırdı. Yətəvəzdə o dəstəmaz alırdı. Bu dəstəmaz almaq, bu qusl eləmək, hamamda olmaq, bunlar hamısı insana aiddir. Bəs bu özü bir qərinədir ki, bir nəfər ki deyir ki, rəaytu əsədən yətəvəzdə, gördüm əsədi dəstəmaz alırdı. Həqiqətdə mənası bu ki, şücaətli bir kişini gördüm ki, dəstəmaz alırdı. Burada o istimalı məcazidir. Bununla işimiz yoxdur. Bura qədər bəhsini eləmişdik. Söhbət buradadır. Buna diqqət edək. Usulü bəhsidir və çoxlu fiqhidə nəticələri var. O da bundan ibarətdir. Bəzən bir mütəkəllim, hətta məsələn peyğəmbər, hətta məsələn məsum imamlar və böyük alimlər bir ləfsi istemal edirlər bir mənada. Lakin biz bilmirik ki, bu mənadakı istemal elədi, aya bu ləfsin həqiqi mənası idi, yoxsa məcazi mənası idi. Yəni biz burada başqa sözlə desək, bilmirik ki, ləfsin həqiqi mənası nədir və məcazi mənası nədir. Lakin bilirik ki, Rəsulullah sallallahu aleyhi və səlləm əimmədən biri bir ləfsi deyib filan mənanı iradə eləyib. Lakin o məna, o ləfsin həqiqi mənasıdır, yoxsa məcazi mənasıdır. Həqiqətdə biz bilmirik ki, ləfs hansı məniyə vəz olunub. Çünki bilsəydik hansı məniyə vəz olunub, həmin mənada istemal eləsəydi, istemal həqiqi olardı. Əgər həmin mənadan başqa bir mənada istemal etsəydi, istemal məcazi olardı. Başqa bir sözlə əlamətul vəz. Biz bilmək istəyirik ki, bu ləfs ki, hal-hazırda filan mənada istemal olundu, aya istemal olunan məna, müstəməlin fi olan məna həqiqətən bu ləfsin mövzuləhidir, yoxsa yox. Burada bir neçə qayda qanunlar vardır ki, o qayda qanunlar əsasında biz deyə bilərik ki, filan ləfs filan məniyə vəz olunub. Bu çox önəmlidir. Yəni bəzən hətta məsələn ərəb olan bir şəxs bilir ki, əsəd ləfzinin mənası nədir. Və bunu da bilir ki, əgər əsəd ləfzi rəcül şücada istemal olunsa, o məcazi olacaq. Çünki əsəd ləfzi rəcül şücaya vəz olunmayıb. Amma bir dəfə də diqqət edək. Bir dəfə də bir nəfər, bir mütəkəllim, hər hansı bir şəxs məsələn gəldi həmin əsəd ləfzin, bu fərzdir artıq, əsəd ləfzin istemal elədi rəcül şücada. Mən bilmirəm, aya bu rəcül şüca əsəd ləfzinin həqiqi mənasıdır, yoxsa məcazi mənasıdır. Həqiqətdə bilmirəm ki, əsəd ləfzi heyvanı müftərisə vəz olunub və yaxud da rəcül şücaya vəz olunub, yoxsa yox. Bunu bilmirəm. Bunu bilmədiyim üçün bilmirəm ki, istemal həqiqidir, yoxsa məcazidir. Mən hardan bilim ki, bu ləfz bu mənaya vəz olunub? Aya bunun yolları vardır, bunun nişanələri vardır ki, bu nişanələr vasitəsilə müstəmi, yəni eşidən şəxs təyin eləsin ki, bu ləfzin həqiqi mənasıdır, yoxsa məcazi mənasıdır.
Burada buyururlar ki, neçə dənə əmr var, neçə dənə əlamət var. O əlamətlərin vasitəsilə biz həqiqi mənanı məcazi mənadan ayıra bilərik. O əlamətlərdən birincisi təbadürdür. Əvvəl təbadürün məna idi. Təbadür bir termindir üsulda ki, həqiqi məna ilə məcazi mənanı ayırmaq üçün bundan istifadə edirlər. Məsələn, əvvəl təbadür məna ilə sonra misal vuraq. Təbadür budur ki, hər hansı bir ləfzi insan eşidərkən heç bir qərinə olmadan avtomatik şəkildə bir məna zehinə xutur edir və zehinə gəlir. Və ilk məna bu ləfzi eşidəndə odur ki, insanın zehninə gəlir. Buna deyirlər təbadür. Bəzən belə deyirlər, insibaqul məna minəl ləfzi min duni əyyi qərinətin. Ləfzin eşidən kimi bir məna insanın zehninə sürətlə gəlir, arada heç bir qərinə olmadan. Buna deyirlər təbadür. Təbadür də əlaməti həqiqətdir. Yəni, əgər mən əsəd ləfzini eşitsək bir ərəb olaraq və yaxud da ərəb olmasam da, ərəb lüğətini ki bilirəm, bir ərəb əsəd ləfzini eşitdi. Əsəd ləfzini eşidəndə insanın zehninə ilk xutur edən məna nədirsə, deyəcək ki, o mənayı həqiqidir. Buna da nə deyirlər? Buna deyirlər təbadür. Buna bir izah da, qısa izah da verin. Baxın, ləfz məniyə dəlalət edir. Ləfzin də məniyə dəlalət eləməkliyi, necə deyirlər, dəlilsiz deyil, səbəbsiz deyil. Yəni, arada əlaqə vardır. Bu əlaqə ki oldu, bəs hər ləfzi eşidəndə hər məna zehinə gəlməməlidir və gəlmir də. Hər ləfzi eşidəndə onun xüsusi mənası zehinə gəlir. Əgər mən bir ərəb dilini bilirəmsə və yaxud da ərəb olan bir şəxs əsəd ləfzini eşidən kimi ilk olaraq heyvan-ı müftərəs zehinə gəlirsə, məlum olur ki, heyvan-ı müftərəs əsədin mövzuləhidir. Əsəd ləfzi onun üçün vəz olunmuşdur. Əgər ona vəz olunmasaydı, məcazən bəzən onda istemal olunsaydı, o məna zehinə gəlməzdi. Bəs buna deyirlər təbadür, təbadür də əlaməti həqiqətdir. Başqa bir misalda vuraq, bu bəhsi tamamlayaq. Məsələn, biz bəzən görürük ki, həm hədislərdə də vardır, lüğətlərdə də vardır. Qətən bilirik ki və yəqinən bilirik ki, bu ləfz bu mənada istemal olunub. Yəni, bu imamız deyəndə, filan kəlməsi istemal edəndə qətən bilirik ki, filan mənanı iradə eləyib. Məsələn, fərz edək ki, səlat kəlməsini istemal eləyib. Bilirik ki, səlat ləfzi ilə imam iradə eləyib həmin namazı. Lakin, biz şəkk eləyir ki, həqiqətən namaz səlat üçün həqiqi mənadır, yoxsa məcazi mənadır? İmam istemal eləyib bu mənada. Lakin həqiqi mənada istemal edib, yoxsa məcazi mənada? Biz bilməliyik ki, səlat kəlməsini biz eşidəndə qərinə olmadan hansı məna ilk dəfə zehinə gəlir? Hər hansı məna ilk dəfə qərinəsiz zehinə gəlirsə, o olur onun həqiqi mənası. Buna da deyirlər təbadür. Təbadür, bəs insibaqul məna ilə zehin min duni əyyi qərinətin. Mənanın ləfzdən hər hansı bir mənanın sibqət edərək zehinə gəlməsi heç bir qərinə olmadan. Buna deyirlər təbadür, təbadür də əlaməti həqiqətdir. Bura qədər oxuyaq. Əl-əmru sadisu əlaimul həqiqəti vəl məcaz. 6-cı əmr həqiqət və məcazın nişanələri. İza istə'amələl mütəkəllimu ləfsən fi mə'nən müəyyənin. Zamanı ki, mütəkəllim bir ləfzi müəyyən bir mənada istemal elədi. Diqqət edək. Bilirik ki, mütəkəllim filan ləfzi dedi və filan mənada iradə elədi. Biz bunu bilirik. Fələv ulimə ənəhu mövzuun lə summi hazəl istemal həqiqiyyən. Əgər bilinsə ki, ləfzi ki, bu müəyyən mənada istemal elədi, həqiqətən o məna həmin o ləfzün mövzuləhdir. Fələv ulimə. Bəs əgər bilinsə ki, ənəhu mövzuulə, həmin məna ləfzin mövzuləhidir, summi hazəl istemal həqiqiyyən. Bu istemal həqiqidir. Necə ki, keçdi. Və əmmə izə şükkə fil müstəməli fih və ənəhu həl huvəl mövzuuləhu əvla.
Amma əgər şəkk olunas ki, müstəməlün fihdir, həqiqətən izə şəkka fil müstəməlin fih, şəkk olunan müstəməlin fihdə ki, həqiqətən aya o müstəməlin fih olan ləfzi ki, bu mənada istemal elədi, həqiqətən o ləfzin mövzuləhidir, yoxsa yox? Burada nədən bilmək olar ki, həqiqətən bu ləfz onun mənasıdır, yoxsa yox? Bu ki, fəhunaka umurun yuməyyizu bihə əl-mə'nəl həqiqi ənil-mə'nəl məcazi. Burada bir neçə də əmr var ki, bu əmrlərin, bu əlamətlərin vasitəsilə həqiqi məna seçilər məcazi mənadan. Birincisi ət-təbadur. Təbadur nədir? Huvə səbqul mə'nə iləl-fəhm min nəfsil ləfz mücərrədən ən kulli qarinətin ində əhlil lisan. Təbadur budur ki, məna sibqət edir, tez fəhmə, zehnə gəlir, min nəfsil ləfz, ləfzin özündən, mücərrədən ən kulli qarinətin, heç bir qarinə olmadan ində əhli lisan əhlinin yanında, həmin lüğət əhlinin yanında o ləfzi eşidən kimi qarinə olmadan bir məna zehnə gəlir. Hər məna zehnə gəlsə olur onun həqiqi mənası. Bu çox önəmlidir. Məşhur nəzərə əsasən ən yaxşı yol və əlaməti ki, biz eləyə bilərik, təyin eləyək ki, bu məna ləfsin həqiqi mənasıdır, yoxsa məcazi mənasıdır, həmin bu təbadürdür. Təbadur əlaməti həqiqətdir. Belə deyil, ət-təbadur əlamətul həqiqə. Təbadur həqiqət əlamətidir. Yəni, əgər hər hansı bir şəxs bir ləfsi müəyyən bir mənada istemal elədi, biz də bilmədik ki, həmin məna bu ləfsin həqiqi mənasıdır, yoxsa məcazi mənası, biz diqqət eləyək. Əhl-i lisan və yaxud da əhl-i lisan olmasa, ərəb dili bilən bir şəxs o ləfsi eşidəndə hansı məna qərinə olmadan zehnə gəlir? Bu olur onun həqiqi mənası. Və haza yədullu, bu dəlalət edir, yəni təbadur dəlalət edir. Mənanın qərinə olmadan zehnə gəlməsi dəlalət edir. Əla ennəl müstəmələ fi mənən həqiqiyyun. Həqiqətən müstəmələ fi həmin həqiqi mənadır. Niyə? İz leysə li huzurul məna fi zehni səbəbun siva əhəd əmrin. Çünki mənanın zehində hazır olmağına iki əmrdən başqa heç bir səbəb ola bilməz. İmməl qərinətu, ya qərinədir, əvəl vəz'u, ya vəz'idir. Vaxtı ki, mən deyirəm, rəəytu əsədən yətəvəzlə, mən gördüm ki, əsəd dəstəmaz alırdı. Bu dəstəmaz almaq səbəb olur ki, mən başa düşəm ki, əsəddən məqsəd nədir? Həmin rəcül şücadır. Çünki insan dəstəmaz alardı, heyvan dəstəmaz almaz ki. Pəs mənanın zehinə gəlməyənə səbəb olan amil ya qərinə ola bilər, əvəl vəz'u, ya da vəz'idir. Bizim də söhbətimiz buradadır ki, heç bir qərinə olmadan ləfsi eşidən kimi bu məna zehnə gəlir. Bəs məlum olur ki, bu ləfs bu mənaya vəz olunub ki, zehnə gəlir. Heç bir qərinə olmadan. Buyurur ki, izleysə li huzurul məna. Çün yoxdur zehində mənanın hazır olmaq üçün səbəbun siva əhədil əmrin. İki əmrdən, siva əhədi əmrin. İki əmrdən başqasından heç bir başqa bir səbəb yoxdur. İmməl qərinətu, ya qərinədir, əvəl vəz'u. Vələ əvvəlu muntəfin qətən. Bizim bəhsimizdə də qətən əvvəlincisi yoxdur, qərinə yoxdur. Kəma huvəl məfruz. Çünki fərzimiz də budur. Fəyəsbutu sani. Və sabit olacaq ikinci ki, bu ləfs bu məniyə vəz olunub ki, o ləfsi eşidən kimi insanın zehninə həmin birinci məna gəlir. Bura qədər əlaməti həqiqət və məcazdan olan təbadur bəhsini oxuduq. Bundan başqa iki dənə də əlamət var. Onlardan biri sihhətül həml və ədəmə sihhətül səlbdir. Yəni biz görəndə ki, bir ləfzdən bir mənanı səlb etmək olursa, məlum olur ki, həqiqi mənası deyil. Üçüncü də iddiratdır. Bir ləfzin bir mənada müxtəlif hallarda şayi olub istemal olunmasıdır ki, bu da əlaməti həqiqətdir. Lakin inşallah bunların izahı gələn dərsimizdə.